Əziz izləyicilər, bunun daxilində şagirdlərimiz, əziz valideynlərimiz, gənc insanlarımız, hətta yaşlılar belə biz bugün danışacağımız mövzular əsasən qidalanma ilə bağlıdır ki, hər birimiz xoşlayırıq bayırda yemək yeməyi və yaxud fast food qidalarından istifadə etməyi. Və bu mövzular haqqında dəfələrlə, minlərlə danışıqlar var, mövzular gedir. Bütün sosial şəbəkələrdə, televiziyalarda artıq nələr olar, nələr olmaz, nələr ziyandır, xeyirdir, bunların məlumatlarınız çoxdur. Yenə də insanlar bunları düşünmədən sevdikləri qidaların arxasınca və asan qidaların arxasınca qaçmağa çalışırlar. Mən onların mahiyyətini sizə izah etmək istəyirəm ki, hal-hazırda ət məhsullarımız demək olar heç bir uşaqlar, hətta böyüklər belə evdə bişmə ət məhsullarına istifadə etmirlər. Bozartma dediyimiz, pörtləmə dediyimiz suda bişmiş ətlərdən istifadə olunmur. Lakin bunların xeyri haqqında danışmaq istəyirəm ki, əgər biz hal-hazırda təzə kəsilmiş ət soyuducuya qoyulmursa, o ətin içərisində xüsusi jelatin təbəqə olan hialuron turşusu deyilən hialuron maddələri yerləşir ki, onu da biz əgər qida vasitəsilə bişirib yeyiriksə də, sümüyün içərisindən çıxan iliklərdən istifadə ediriksə də, o zaman bizim sümük toxumamıza daxil olaraq sümüklərin özünün hialuronunu bərpa edir və oynaq hissəsini, oynaq təbəqəsinin aktivliyini bərpa edir. Çox rast gəlirik evdə, ailədə sümük əyrilikləri, onurğa əyrilikləri, skalyozlar, hətta hal-hazırda 20 yaşdan yuxarı insanlarda diz təbəqəsinin, diz oynaqlarının, but çanaq oynaqlarının problemlərinə rast gəlirik. Və bunların hamısının səbəbini bilmədən biz həkimlərə qaçırıq, dərmanlara qaçırıq, iynələrdən istifadə edirik. Lakin biz mütəmadi olaraq qidamızın içində hialuronlu ətlərdən istifadə etdiyimizi bilirikmi? Xeyr, biz istifadə etmirik. Biz dondurulmuş ət məhsullarından istifadə edirik. Bu zaman dondurulmuş ət məhsullarında 10 gündən sonra heç bir hialuron təbəqəsindən söhbət gedə bilməz və biz dondurulmuş, çıxardılmış ətləri bişiririksə də onun heç bir xeyrini görə bilmirik. Denaturasiya olunmuş zülallardan istifadə edirik sadəcə olaraq. Heç olmasa yeni bişmiş, yeni kəsilmiş qidalarda hialuron maddəsi ən gec istiliyə termiki emala tabe olduğu üçün biz onu bişirib yeməyimiz daha məsləhətdir və xeyrini isə ömür boyu görəcəyik onun. Və fast food qidalarında dondurulmuş və aylarla, illərlə saxlanılmış ət məhsulları və sonradan qızdırılaraq təqdim edilmiş ət məhsullarından çox istifadə edirik. Və bu da ki, bizim demək olar ki, heç bir sağlamlığımıza xeyri olmayan qidalar sayılır ki, biz gələcəyimizə, yaşlanmağımıza və yaxud böyüməyimiz üçün sümük toxumamıza heç bir xeyir vermirik.